Salamlar əziz Yunus bəy və əziz qrupdaşlar. Mən fikirlərinizi dinlədim. Bu dırnaqarası seçkilər haqda fikrimi bildirmək istəyirdim. Birinci, mən İranda ümumiyyətlə seçki adında bir olayın qənaətində deyiləm. Bir halda və seçki demək olar, o da bu olar ki, Xamneyi özü bir aday ola və onun qarşısında Pezeşkiyan ya X, Y hər kəs qərar tapar və o zaman biz indi bu yarı sınıfsal qanun əsası ilə deyə bilirik ki, bəli, bir xarici, daxili siyasətdə bir məsələləri, müxtəlif şeyləri, seçənəkləri tartışa bilərik. Amma indiki vəziyyətdə biz bir dənə mühəndisi intixabat ilə üzbəyizıq və burada bu seçənəkləri ki, indi seçiblər özləri, qruplar ortaya bunların arasında heç bir ciddi bir fərq yoxdur və hər hansısı elə bir cür dizayn olubdur ki, hər hansısı orada çıxsa o beyti rəhbərdə və sifata qoyulan strateji və kələn siyasəti, istər xarici siyasəti, istər daxili, hətta Azərbaycan və etniklər məsələsində də həman kandidatlarına indicəki o mərkəzdə dizayn olubdur, irayə vermək olar. Yəni burada Pezeşkiyanın yaxud Qalibafın ya o birisinin çıxması heç bir ciddi bir yəni Xameneyinin iradəsinin dışında bir şey olmayacaq. Əgər orada iradə budursa ki, xarici müzakirə olsun, bu altı kandidatlar hər hansı ilə o işi görə bilərlər. Daxildə istəyirlər ki, biraz fəzanı yumuşatsınlar, onu da eləyə bilərlər. Və Azərbaycan məsələsində də istər Pezeşkiyan olsun, istər Qalibaf olsun, əgər istəsələr bir Azərbaycana bir imtiyazlar versinlər, hər hansı kandidat orada olsa, istər Cəlili, istər o, ondan mümkündür. O üçün mən belə düşünürəm ki, heç ciddiyə alınacaq və əslən müzakirə konusunda çevriləcək bir seçki adında bir şeylə üzbəyiz dəyirik. Sağ olun, məndən bu qədər hələlik. Selam Aziz Babək bəy və başqa dostlar. Babək bəy, diqqətin üçün çox təşəkkür. Fikirlər burada eşitdim. Bir neçə cümlədə mən demək istirdim. Bunu yəqinən hər kəs bilir ki, bir mürəkkəb və çətrəfil şəraitlə qarşı-qarşıyayıq. O mürəkkəb şəraitlərin biri İran İslam Cumhuriyyətində, yəni bir dini istibdadi, daxili istimar sisteminə dayanan bir siyasi sistemin seçimə getməsidir. Əcəba bunu seçim adı qoymaq olar ya yox, orada sizinlə tamamilə fikirdaşım. Baxsanız orada mən bu seçimləri adda Cumhurbaşkanı seçimi adlandırmışam. Seçimlərdə mühəndisi məsələsinə gəldiyimizdə də sizinlə tamamən həmfikrəm və bu sistemin İranda birinci gündən bu seçimlərdə mühəndisi eləməyini düşünürəm ki, ümid edirəm, siz də mənim kimi düşünürsünüz, yəqini marşı, siz də mənim kimi düşünürsünüz. Onda qalır yalnız bir söz ki demişsiniz, kandidlər içində hangi ad olursa fərq etməz demişsiniz. Hər hangisi olursa demişsiniz ki, fərq eləməz Qalibaf ya Pezeşkiyan. Yuxarıdan gələn strateji, yəni İran rejiminin kələn siyasəti ya Xameneyinin tərəfindən gələn kələn siyasəti, istər bu ya istər o, ona əməl edər. Hətta demişsiniz ki, Azərbaycan və etnik məsələsində də yenə fərq etməz. Elə Qalibaf da gəlsə, həman işi görəcək ki, Pezeşkiyan. Burada biraz bir-birimizdən fərqlənirik. Mən neçə cümlə burada deyim və sözümü bitirim. İran İslam Cumhuriyyətinin tarixi, seçim tarixi ya seçilmiş deyək cumhurbaşqanları siz deyən sözü ki, hangisi olursa olsun elə Vəliyə fəqih deyən kimi edəcək deyə olmamışdır. Bu fərqlilik də Xatəmi devrindən başlamışdır, deyil. Xatəmi islah tələblərin bir kandidi olaraq seçildi, gəldi və gəlməsiyle də
İranın iç fəzasında, məsələn deyək media fəzasında, kültürel fəaliyyət fəzasında bir açılış meydana gəldi. Danışıqlarımın birində də demişəm, orada Türk öğrenciler Azerbaycan'da ve İran'ın çapında üniversitelerin hamısında 100'den artıq dergi, yazı ve nəşriyə çıxartdılar. Hatta demək olar ki, o devr Türk hərəkatının Azərbaycanda və ümumiyyətlə İranda çiçəklənmə devridir. Dəqiqən bu dərgiləri nəzərə alırsaq, Əhmədinəcadın hakimiyyete oturduğunda ya Cumhurbaşkanı olduğunda bu dergilerin yayılmasının izninin hamısı alındı. Sonra ne oldu? Eğer siz diyen olursa, yani her bir kandid rəhbərin veya vilayet fəqihin sözü ilə gedir, hatta ona inanaya inanmaya, onda Xatəmini niye həzf elədilər siyasətdən? Niye özləri demişkən məmnu ol, təsvir elədilər? Eğer Xatəmini ve onun çevrəsində olanları siyaset devrindən eşiyə attılar, bu o deməkdir ki, Xatəmi vilayəti fəqih deyən kimi əməl etməmiş də, biraz da olmuş olsa fərqli əməl etmiş də. Hətta məndən sorsanız, Xatəmi devrində İran siyasi sistemin içində yeni bir adət və ənənə meydana gəlmişdir. Cumhurbaşkanı vəli fəqihlə başqa türlü düşünə bilər deyə bir ənənə yaranmışdır. Bu ənənəni yaraldanlar əlbəttə ki, maliyyatların bədəllərini ödəmişdir. Məsələn, Xatəmi siyasətdən eşiyə atılmışdır. Amma ənənə meydana gəlmişdir. Hətta o devrdən İran İslam Cumhuriyyətinin iç təzadların, iç cinahlarının qudrət və güc nümayişləri belə meydana gəlmişdir deyə düşünmək olar. Bu güc cinahların meydana gəlməsini zaman görmüşük də. Xatəmidən sonra Yaşıl Hərəkatının meydana gəlməsinin səbəbi nə idi? Bu güc cinahlarının arasında olan çatlağın açılması, dərinləşməsi və o fəzadan xalqların meydana gəlib və etiraz etməyə şərait yaranması idi. Bunların ən böyüyü də Yaşıl Hərəkatı adlandırıldı. Sonra da yine o hadisə meydana geldi. Bu hadisə Həsən Ruhani Cumhurbaşkanı seçilenden sonra da yine meydana geldi. Həsən Ruhanigilin biraz dünya ile taamülde olalım, o bərcamı yazdılar, imzalattılar ve dünya ile bir türlü bir əlaqəyə geçməyin tərəfdarı olduğunda vəli fəqihi ilə çəlişkiyə gəlmişdilər də. Və bu gün görürük ki, Həsən Ruhanini siyasətdən həzf etdilər. Şurayı Nigahbandan nümayəndəliğin aldılar. Bu adın çəkdiyim meydana gələn ənənə və mövcud rəqabətlərdə, məsələn Xatəminin rəqibi, məsələn Musəvinin rəqibi, məsələn Həsən Ruhaninin rəqibi, indiyə gəldiyimizdə də Pezeşkiyanın rəqibi ya rəqibləri hamısı usulgəralar cibhəsində, yəni Xamneyinin cibhəsində yerləşirlər, elə deyil? Onda bir başqa tablo meydana gəlir. Yəni bu Cumhurbaşqanlığı rəqabətində usulgəralar bir tərəfdə və biraz fərqli düşünənlər, məsləhətçilər, islahatçılar bir başqa tərəfdə yerləşirlər. Geçən bu uzun tarixdə vilayət fəqih bu iki cibhədən veya bu iki cinah veya kandidlərin hangisinin arxasında durubdur? Usulgəraların, elə deyilmi? Onda bir yeni tablonu burada görürük. Yəni bu rəqabətlərin içində baxmayaraq ki, Pezeşkiyanla Qalibaf veya Cəlili veya başqa usulgəralardırsa, orada rəqabət fərqli düşünən kandid ilə Xamneyi kimi düşünən kandidin arasında olub da. Mesela Xatəmini nəzərə tut, mesela Musəvini nəzərə tut və hətta Həsən Ruhani nəzərə tut. İndi də Pezeşkiyandan Qalibaf veya Cəlili belədir də. Yəni o ikisi Xamneyinin cibhəsində usulgəradırlar. Bunlar islah tələb və qarşı cibhədə yerləşirlər, elə deyil. Yəni əmələn o söz ki, əvvəldə demişdi də, rəqabət olsaydı gərək Xamney bir tərəfdə durardı və başqa rəqib də onun qarşısında durardı. Belə bir seçim olsaydı seçim idi.
Bütüncə indi seçim elə o mənadadır. Amma usulgəraların cibhəsi güclüdür. Niyə? Çünki onların arxasında hüquqən də, qanun əsasında vəli fəqihin pozisyonu durur. Və bu savaşlarda onlar qazanıblar da. Xatəmi siyasətdən həzf olubdur. Musevi siyasətdən həzf olub, həbs olubdur. Sonra ruhani siyasətdən həzf olubdur. İndi sıra Pezeşkiyandadır. Yəni əməldə rəqabət Pezeşkiyanla Xamneyinin arasındadır. Amma burada bir vasitə var. O vasitə nədir? Qalibovdur. Yaşıl hərəkatının şüarlarının biri nə idi? Mərcibər əsli vilayəti fəqih. Yəni anayasadan vilayət fəqihin əsli həzf olsun. Kandid kim idi? Musevi. Yəni Cumhur İslamının qurucularından biri. Amma bu aşamada həman o rəqabətlər içində, yəni Cumhurbaşkanı rəqabətlər içindən çıxan şüar mərcibər əsli vilayət fəqih oldu. O hərəkat qazanılmadı, yenildi və təbiətən vəziyyət davam etdi. Sözüm biraz uzandı, bu qədər danışmaq istəmirdim. Bir neçə cümlədə deyim, sözümü toplayım. O cümlə ki, danışığınızda işlətmişsiniz ki, fərq eləməz Azərbaycan və etnik məsələlərdə də Pezeşkiyan və Qalibov mühüm deyil. Yuxarıdan söz gəlirsə, yəni Xamneydən söz gəlirsə, onlar elə o siyasətə əməl edərləri insan yapısı ilə haykırıda buluram. Yəni necə olur ki, insan bir zehniyyət və bir düşüncə sahəsində onun ziddi düşünür, amma yuxarıdan fərman gəldiyində ona müvafiq əməl edər. Bu söz yalnız insan yapısı ilə çəlişkidə deyir. Elə İran İslam Cumhuriyyətinin tarixi deyir ki, bu söz yanlış sözdür. Kim bu söz düz olurduysa da onda niyə Xatəmi ilə həzf edirdilər? Fərman yuxarıdan gələcəkdi, Xatəmi elə yox, belə deyəcəkdi. Niyə Musevini tutub həbs etmişlər? Yuxarıdan gələcəkdi, elə deməyəcəkdi, belə deyəcəkdi. Və ya ruhanidə. Amma elə olmuyor. Niyə? Çünki onlar fərqli düşünürdülər. Fərqli düşünmələrinə görə də Cumhurbaşkanlığı seçiləndə o fərqli düşüncələrini əməl etməyə çalışırdılar. Və ona görə də Xamneyi ilə çəlişkiyə gəlirdilər. Və elə o düşüncələrinə görə də siyasətdən həzf olmuşlar. Amma siz dediyiniz yuxarıdan gələn fərman və ya yuxarıdan gələn siyasətə əməllərlə fərq eləməz hansıdır? Onda bu hadisələr İran İslam Cumhuriyyətinin başına gəlməməli idilər də, elə deyil? Ona görə indi də Pezeşkiyanla o başqa 4 kandidin arasında olan fərq budur. Orada ciddi bir çatlaq var. Hətta o çatlaq bu gündən belə genişmədədir, açılmadadır. Diqqət eləsəniz, kimsə Qalibovdan, kimsə Cəlilidən, ondan bundan danışmır. Hər kəs qovumgera Pezeşkiyandan danışır. Əlbəttə o deyim ki, mən Pezeşkiyanın qovumgera olmasını da düşünmürəm. Kaş elə olaydı. Amma Pezeşkiyanda bir yapı var. Azərbaycanda büyümüş. Bu çox önəmlidir. Azərbaycan məsələsi ilə yaxından tanışdır. Adın çəkir. Türk olmasına diqqət çəkir. Türk-Fars təzadını meydana qoyur. Yəni bunun zehnində var bu. Qeyri-Fars bölgələrin ayrı seçkiyə məruz qalmasını əl alır. Bu ciddi məsələlərdirlər. Bunlar indiyə qədər keçən 40 neçə ildə heç bir kandid tərəfindən, hətta islah tələb kandidlər tərəfindən belə ələ alınmamış bir konulardılar. Pezeşkiyanın islah tələblər içində özəlliyi də dəqiqən elə budur. Məndən sorsanız, seçilməsində bir nəfəs aldırmağa bir şərait yaranacaq. Böyük ümidlərə qapsanmaq yanlış, çox yanlışdır. Amma mikro ölçüdə işlərin görülməsinə bu keçən təcrübələr, adın çəkdiyim təcrübələrə görə diqqət çəkmək olar. Uzun danışdığım üçün məni bağışlayın. Salamlar əziz Yunus bəy. Çox sağ olun bu geniş açıklamanız üçün. Mən keçmiş kommentində daha geniş açıklama vermişdim. Bəli, sonra dedim bəlkə yorucu olur və onu həsf elədim və 2 dəqiqədə sözlərimi dedim. İndi buradakı söhbətlərdə cavablarımı belə açıklamaq istərdim ki, standart seçki İranda olmadığı məsələsində və bu iki bu dırnaq arası seçkilərdə mühəndisi intihabat vardır. Burada ikimiz də siz burada kimi anlaşmışıq. Amma siz məsələyi ki ayırmışsınız və deyirsiniz ki, bu
indi formalite seçki, mühəndis intixabat, məsələn, o qurumlar ki, mən demişəm ki, heç fərqlər yoxdur. Siz bilirsiniz ki, fərq olmasa, məsələn, nədən, məsələn, biri rədd səlahiyyət olur, məsələn, ya qoymurlar, məsələn, da ruhani eləyib dozur, ya məsələn, Xatəmi istəmir gəlsin, ya bu cür konular şeyləmişsiniz və ondan belə çıxartmışsınız ki, həttəmən vardır ki, təhlükə görür ki, Xamenei istəmir, onlar gəlsin. Yaxud, məsələn, Azərbaycan məsələsini burada sonra şeyləmişsiniz ki, Pezeşkiyan olsa, ya olmasa nə fərq elər, o istidlalından da oradan yola çıxaraq, ya Xatəmi dövrünü işarə eləmişsiniz. Mən bunlara bir açıqlama verəcəm, uzun olsa öncədən bağışlayın. Bir məsələ ki, burada vardı, şərait məkanı, zamanı nəzərə almaq lazımdır bu məsələlərdə. Məsələn, həqiqətən indiki durumu Xatəmi dövrünə o zamanla müqayisə etmək məncə doğru deyildir. Xatəmi dövrü istisna sayılır. Bu məsələdə illət nədir? İllət budur ki, Xatəminin çıxmasının dönəmində Xamenei hələ 6 ildir rəhbər olmuşdu. Rəfsənjani kimi bir güclü rəis cümhur vardı ki, Xamenei qədər elə güclü idi. Onun rəhbər olmasında rol oynamışdı və əlahəzə bilirsiniz. Və onun orada hakimiyyətdə olması, prezident olması səbəb oldu ki, öz qüdrətindən istifadə edib və Xatəminin seçilməsinə imkan yaratsın. Nədən? Çünki xatırlasanız o zaman Rəfsənjani istəyirdi ki, ya prezidentlik sürəcini 8 ildə daha extend eləsin, uzatsın, yaxud kim adamı rəis cümhur olsun ki, bu məsələyə Xamenei və yandaşları imkan vermədilər, imkan yaratmadılar və o da buna qarşı hakimiyyətin yeşkəs olması və Xameneinin daha güclənməsini əngəlləsin deyə, baxmayaraq ki, Xatəmigil ona da qarşı çox şeylər eləmişdilər, amma onlara imkan verdi ki, hakimiyyətə gəlsinlər. Yəni seçkilərdə dəstkarlığa və mühəndisiyə imkan vermədi ki, atın quru çıxsın və o gəldi. Amma Xatəmi gəldikdən sonra nə qədər fəza açıldı. Buyursunuz ki, o zaman fəza, bəli, mən özüm Xatəmi dönəmində ona səs vermişəm və o zaman danışsız olmuşam ittifaqən, yəni həmlə bərabər və bütün o olayların bir çoxuna uzaqdan, yaxından şahid olmuşam. Bəli, dərgilər var idi, açılışmışdı, elə milli məsələ haqqında APTAM, Azərbaycan Bilik Yurdları Toplumsal Araşdırma Mərkəzi var idi Tehranda və ilahazə, istəmirəm çox detal gedəm. Nəşriyyatda var idi. Lakin bunlar elə islahatçıların da çox şey bilirsiniz, Camə, TUS və min bir nəşriyələr çıxırdı. Mən özüm Nişata məsələn abunə olmuşum danışıcılarımda. Amma bu ha zamanadır, qədəridir. Bu 18-1378-ə qədəridir. Yəni ki 76-dan 1378-in tirinə qədər ki o hadisələr baş verdi və o 1378-in bayramında fəlli şəkildə mətbuatda bağlandı. Bütün o mədəni NGO-lar və filanlar danışdığı təşəkkülat vardı, əncümənlər adı ilə qurulmuşdu. Hamısını kapatdılar. Mən özüm bunların şahid olmuşam. Və ondan sonra əmələn və terrora Səid Həccariyan ki fiziki aktlardır. Bunlar hamısını bilir. İstəyirəm şeylə. Yəni Xatəmi əmələn 1378-dən bu tərəfə, yəni bu tərəfə əmələn islahat bitdi. Nə fəzada ki var idi, filan idi, şey oldu. Milli hərəkətdə o usulgərə islah tələbinin çaxnaşması dönəmindəki ciddi rəqib sayılır islahat. Orada bir fürsət tapmışdı ki, Qələ hərəkatı filan ortaya gəldi. O da Maks Qələ hərəkatı 1381-ci dönəməcən ki, orada bir bayraqda çıxdı ortaya. Ondan sonra tamamen o da kapatıldı və Ruzname-i Rəsalətin tamamen o şey vardı ki, Ayben İtiraf da gəlmişdi Qəliyə. Və mən özüm də olan şahidiyəm bu tərəfdə ki, ondan sonra yazdılar ki, şeydir, nə mənadır, Pan-Turk, Pan-Ərəb peyvəndətən mübarək Ruzname-i Rəsalətin Cümhur İslamı'da. Oradan da bu yana tamamen Azərbaycan məsələsi ki, biraz rəngi bu siyasi o filan gedir, tapsın, kültürəldən çıxırdı ki, o da dayandı. Və 1382-də də ki, 78-dən ta 82-yə qədər məclisdə, bir də deyildi, məclis islahatçıların əlində dərdi filan Behman. Məclis dolandan sonra
Rəis Cümhur da islahatçı olandan sonra bunlar heç bir iş görəmədikləri üçün xatırlayırsınız ki, o məclis şişşumdan sonra məclis həftəm tamamilə bir dənə yekdəst bir şey oldu. Hətta səhabi kimi adamlar kandid oldular şura şəhərə filan. Millət heç gəlib səs vermədi. Yəni bu instidadı siyasi nəticəsi qısa olaraq deyim ki, bu oldu ki, Xatəmidən sonra hətta Rəfsanjaninin ortaya gəlməsi Moin filanla görürük ki, orada Pəsa Xatəmidə Əhməd Cəd kimi adam gəlir çıxır deyə. İndi gəlin Pəsa Xatəmiyə. Xatəmidən sonra hər kəs ki, mühəndisliyə seçilibdir, hakimiyyətin stratejisinə görə 8 il hakimiyyətdə bilərsiniz, 8 il qalıbdır. Hətta Musəvi əgər Əhmədinəcadın o birinci 4 ildə, ikinci 4 illiyində o şeydə qarşı çıxmasaydı, o qalmaqallar, o etirazlar yaranmasaydı, yəni Rəfsanjani Xatəmiyə birləşməsəydi, olmasaydı, gələcəkdə Ruhaninin yerini tuta bilərdi və oyun da elə Xatəmin də, Rəfsanjaninin də oyunda qalmaqla davam edərdi. Amma orada bu bir məsələ artıq da səlahiyyət məsələsi konusu deyil. Orada bir etiraz baş verir və yaşıl hərəkatı adamda bir cümbüş çıxıbdı ortaya. Bu tamamilə ruhani o birisindən fərqlidir. Üçüncü məsələ ki, qoxumaq istəyirəm. Xamenei istər usulgərə, istər islah tələb, mövcud olan da şərait məkana görə, mövcud olan ən zəif möhrələri həmişə təyid səlahiyyət və qüdrətə gətiribdir. Misal, 1384-də Larijani və Qaribafov Əhmədinəcaddan qat-qat güclü möhrələr varkən Əhmədinecadı qoydu ortaya və onu da elə ikinci dövrdə gətirib çıxartdı. İndi də 1400-ə də baxsaz, 1400-ə də baxsaz, hətta usulgərələrin içində, məsələn, rəisi Qalibov Cəlilidən daha güclü Larijani və Əhmədinecad və başqaları var da, binabe təcrübə və rəy gətirmə məsələsində, amma görürük ki, onlar da həsf elədi. Yəni, həsf prosesi sırf islah tələblərə aid olmayıb ki, biz gələk ki, Ruhani ya Xatəmi o birisini həsf eləyibdir. Hətta islahatçıların içindən də güclü adlar vardı ki, həsf olubdur. 4. Onun davamında Ruhani məsələn. Ruhani hansı zamanda şey oldu? Çünki Rəfsanjani gələ bilərdi, ya Xatəmi kandidini qoya bilərdi ortaya. Amma onu onlara qarşı çünki zəif və daha tabe, daha şey oldu, o xarici və daxili siyasəti ki, götürmüşdü qabağında olduğu üçün, o daha uyğun olduğu üçün onu təyid edib seçdi. Seçdi və heç görürük ki, onun xətti qırmızılarından bir addımda o tərəfə getməsinə imkan vermədi. Hətta oradan ki, lazım idi, Bərcamda getdi qabağa. Sonra istədilər biraz o yan bir yana getsinlər, Bərcami, do Bərcamisi, dedi, belə bir şeylər ola bilməz. Və ondan sonra da hətta həman düşünən bu zatına, fərdin haykırı ola bilər, məsələn ki, əksinə getsin filan. Ruhani, məsələn, Azərbaycanda məsələn qanunu məsələn zəbanı türkçü şey qoymaq lazım şey məsələsi ilə Dəryatı Ürmiyən adı ilə gəlmişdi, Azadihay vətəni adı ilə gəlmişdi filan söhbətlər, amma görür ki, həmin Ruhani dövründə 96-da və 98-də etirazat mərdim sərkub olur və həmin Ruhani və həmin islahat dövləti o zaman ruhları şaşkar adlandırır. Aynı siyasət elə usulgərələrə də keçərlidir. Əhmədinəcadın son dövrlərində bunlar artıq o Bərcam, o müzakirətin şeyini başlatmışdılar. İndi də rəisinin son dövrlərində baxırıq ki, bunlar Amerika ilə münasibətləri ya da şeyləri başlatmışlar. Yəni bu sırf o şey deyil ki, məsələn usulgərə ilə bu olar, o olmaz. Bunu eləyiblər, amma əgər istəyibdir dəyişsin binabe strateji, bəxatır budur ki, çünki həmişə cəmbi radikal tutubdur Xamenei özündə, bu istikbar setizi məsələsi, Amerika qarşıtı filan behmə şeyləri çalışıb ki, hər zaman ehsası niyaz elədi. Yəni Ruhani çıxasın, onunla geçsin, şeyləsin, o işləri görsün. İndi də icab elərsə, məsələn, gətirər, həm Qalibovla o işi görə bilər, xarici siyasətdə şey eləməklə, həm Pezeşkiyanla. İttifaqən mən düşünürəm ki, daxili siyasətdə məsələn cəvvi yumuşatmaq üçün, məsələn Qalibovdan mümkündür Pezeşkiyan ərcəh ola məsələdə. Bunlardır ki, məsələn cüz'i fərqlərdir ki, bunlar hesaba gəlməz və onun bunun birdən işte sandıqdan da fərz tutaq gözləri çıxartmırlar, millətin səsini doğru sayısıyla çıxması, məsələn təhlükə yaradır, mən belə bir şey hesab etmirəm. Bir də rədd səlahiyyət konusunda budur ki, Xamenei həmişə yeni kadrlarını oramağa şey verir və usulgərə islah tələb daxil keçmişdə oyun alınan kadrları gətirib qoymur ortaya.
Bunun neçə nədəni vardı. Birinci şərtsən onlar o qədər açılıb, əlləri oxunub millətə əsən rəy toplama mümkündür, heç qabiliyyətləri də olmayan. Məsələn, ruhaninin də əli açılıbdır, gəlsə bir dəqiqə nə təzahürü gətirəcək bilər? Yəni açılmış bir kaddır. İkinci bir dənə məsələ var ki, onlar be hər hal gəlibdir, buna zəif kadlar, zəif möhrələr lazımdır ki, rahat form etsin. Onların bir təcrübəsi var, qüdrət daxilində bir seri şeyləri formalaşdırıblar, amma yeni kadlar gəlincə ta özlərini formalaşdırırlar, 5-6 ildə təcrübə qazanıb, bir seri qurğular dövlət içində qurana qədər vaxtları sona yetişir və artıq Xameneyə qarşı bir challenge yaratma durumunda da, iqtidarında da ola bilmirlər. Amma gəlin bugünkü seçkilər konusuna və sözü bitirim. Məsələ budur ki, mən düşünürəm ki, bu son 1400-cü illərin seçimi və rəisin ortaya gəlməsi, hakimiyyətin tamamilə yekdəst olması 3 ildə göstərdi ki, Xameneyinin əslində qoyduğu o xarici və daxili siyasət bombastla müvaciə olub və ciddi krizlər yaradıbdı. Daxildə qadın yaşamı azadlıq məsələsi ilə şey oldu və hakimiyyətin paylarını bildiyimiz kimi çox ciddi lərziyə gətirdi, titrətdi və əgər müxalifətin bilirsiniz içində olan o təfrəqə və ədəm insizam olmasaydı, mümkündür ki, ciddi bir nəticələrlə sonuclansın. Ayrıca xarici siyasət də aynən elə bir duruma gəlib çıxıbdır ki, o radikal şüarları verməklə və siyasəti uyğulamaqla eləyə bilər ki, bir dənə məsələn müharibədə münzər olsun və bugün iqtisadi vəziyyətin və bütün şeyləri ki demişlər, dolar niyə gərəkdir? Qorxu rəisinin şüarı bu idi ki, dolar 500 min tümən niyə olmasın? Halbuki dolar gördük ki, nə qədər də qalxdı, təvərrüm hacda və filan. Bu durumun davam etməsi və aynı zamanda bir məsələ də ki vardı, Xameneyi yaşı çoxdur, ölə bilər və şey ola bilər. Gələcəkdə bu məsələn bir an müəmməm, müctehid və arxasında məşəd mafiyası kimi, Elmulhuda kimi adamların, güclü mallaların arxasında olması bir dənə müəmməm bəs cümhurun gələcəkdə o intiqal rəhbərliyə də sorun yaratması üçün mənim nəzərimə bunların hamısı həmçinin məcmu və rəisinin həsf fiziki, yəni həsf siyasi olmasını gətirdi. Mən bu qənaətdəyəm ki, rəis həsf fiziki oldu ki, ta bunlarda bir dəyişiklik yaransın. İndi bu dırnaq arası erkən seçkilər indi deyək da, rəisin həsf olması ilə məqsəd nədir? Xameneyi rəisin dönəmindəki o cobud siyasi səhvlərini Benoy viçəsinə zərbə dəymədən və rəisi dövləti əslində Xameneyinin dövləti nəqd olmadan aynı zamanda gələcək o intiqal rəhbərlik məsələsinin az həzinə və challengelərlə baş verməsi üzrə tərrah olubdur. Hər altı kandidat görsənir, birinci bunların qüdrətləri, istər islah tələb, indi Pezeşkiyanı deyək, üsulgəra islah tələb özünü adlandırıbdır. Heç biri gələcək rəhbərlik məsələsinə problem yarada biləcək durumda deyirlər. Və hər hansı iş üzrə gəlməsi Xameneyinin o gələcək siyasəti ki tutubdur, keçmiş kommentimdə də dedim, istər daxili, istər xarici məsələdə əmrlərini və siyasətini yürütməyə ən uyğun adamlardılar. Bu arada dediyim kimi Pezeşkiyanın çıxması daxildəki olan o qutbiyyəti azaltmaq və hətta şeydə Xameneyinin daha çox işinə yarar. Və bir minnəti də keçmişdə dediyim kimi millətin üstünə qoymuş olar. Opozisyonun da biraz nüfuzunu, kəlamını içəridə azaltmış olar. Və xarici siyasətdə də həmin siyasəti o zamanacan ki, Xameneyi istəsə davam etdirə bilər və hər zaman istəsə onu Pezeşkiyanın adı ilə və millətin adı ilə elə bilər ki, eyni Ruhan dönəmi kimi bir dəyişiklik də versin. Amma yenə də deyirəm, Qalibov kimi bir dənə çehrənin gəlməsi, dedim, Pezeşkiyanı mən daha uyğun görürəm Xameneyi siyasətinə. Amma Qalibov da gəlsə, yenə də şüarlar iki veribdir. Hətta məsələyə əsli 19 qanun əsası Təbrizdə Qalibov daha çox güclü, Pezeşkiyandan daha güclü haykırdı. Dedi, indi nə qədər əməl edəcəkdir, eləməyəcəkdir, dedim, o siyasət kəlanı məsələyə aiddir ki, Beytə rəhbərdən nə qurulubdur. Yenə də mən fikirlərimi burada bitirirəm. Uzun oldu, üzr istəyirəm. Yol var olun, hələlik. Yenə də səlam, əziz Babək bəy və başqa dostlar. Mən danışdıqlarınıza qulaq asdım
Və baxmayaraq ki, məsailin və hadisələrin izahatında detallara geçmişsiniz, nədənləri və necələri izah etmişsiniz ki, bizim tanışdığımız mövzudan biraz uzaqlaşır, amma hər halda aşağı yuxarı o izahlarda nədən və necədə sizlə də çox uzaq deyiləm düşüncələrim. Üçün bu sahələrdə də danışmışam başqa səslərdə. Detallara girməyi zəruri görmürəm. Amma sözlərinizə diqqətlə baxdığımızda mən izah edən faktları bir təsdiq edirsiniz. Mənim izahatım iki təzaddın ətrafında dolanırdı. Rejim iki təzaddılar və xalqlarla rejimin təzaddı. Bu iki təzad hangisi əlivlənirsə bir-birinə təsir edir və toplumda ümumiyyətlə siyasi hərəkətliliyə səbəb olur. Siyasi maarifləşməyə səbəb olur. Siyasi təşkilatlaşmaya səbəb olur. Hətta deyərəm siyasi irəliləməyə səbəb olur. Yəni Xatəminin devrində islahat, Musəvinin devrində yaşıl hərəkat, qısa müddətli və hətta keçici də belə olursa, öz təsirin qoyur və toplumsal dəyişiklikdə o təsirlər istər-istəməz bir rol oynayır. Xatəmi devrində islahatın bir rolu var, kültürel açıqlıq filan. Musəvi devrində amma yaşıl hərəkat rejimə qarşı meydanda hərəkətlilik yaranır. O ölüm olsun, əsli vilayəti fəqihə də oradan çıxıbdır. Amma yenə də orada siyasi toplumsal hərəkət reformisti mahiyyəti vardır. Amma baxın, ondan sonraki hərəkətdə qadın yaşam azadlıq hərəkatında siyasi hərəkət devrimci mahiyyəti var. Rejimi dəyişmə, köçürmə hədəfi vardır. Yəni bu bir sürəcdir və bu sürəclər mikro ölçüdə hərəkətlilikdən yavaş-yavaş uzun zamanda makro ölçüdə dəyişikliklərə yol açmışdır. Uzun sözün qıssası bu ki, toplumda gedən hadisələr, əgər bu iki təzaddı, yəni İran rejiminin iç təzadlarını əlevləndirir və o təzaddın əlevlənməsindən xalq irtica, ya xalqların rejimi ilə təzaddı hərəkətlilik meydanı tapır, toplumda bir sürəcin fərqli aşamalarının fərqli çapda göstərisidir ki, onlara laqeyd olmaq, o toplumda bir sürəcin hərəkətliliyinin artması, etkisinin çoxalması və o toplumsal hərəkət mikro çapdan makro siyasi çapa devrilməsində bir müəyyən rolun oynamasını göstərməkdədir. İran siyasi coğrafiyasında və Azərbaycanda milli demokratik hərəkatımızın da istər-istəməz çox diqqətlə bu hadisələri izləməsi, ona müəyyən bir analiz qoyması, sonra da lazımi qədər mikro ölçüdə, ya orta ölçüdə və ya makro ölçüdə ona müdaxilə etməsidir. Müdaxilədən məqsəd milli demokratik hərəkatın mənafeyini təmin etmək deməkdir. İdealist və ya maksimalist olursaq, toplumdakı hərəkətliliyin mikro ölçüdə və ya orta ölçüdə hərəkətliliyinə qatılmayacaq. Yalnız gözləyəcəyik ki, makro ölçüdə dəyişiklik gəlsin və o makro ölçüdə dəyişikliyə qatılaq. Halbuki mikro ölçüdə və orta ölçüdə dəyişikliklər olmayınca makro ölçüdə dəyişikliyin gəlməsi mümkün olmayacaqdır. Hər halda toplayım, məncə məsələlərin və hadisələrin izahında ciddi fərqlilik görmədim. Yalnız başa düşdüyümə qədər mikro ölçü ilə makro ölçünün arasında olan hərəkətlilikdə hangisına qatılıb qatılmamağımızda fərqliliklər gördüm. Ən son adda seçimi nəzərə alırsaq, mikro çapında bir təsir edici fəaliyyət və hərəkətlilikdir. Siz ondan uzaq durdunuz, mən ona diqqət çəkdim. Bu qədər. Çox sağ olun.